Cruise.az-ın değerli dostları, müşterileri, Costa Toscana gemisi ilə gəldiyinizdə və Fransanın Marsel şəhərinə təxminən saat yarım uzaqlıqda avtobusla olan məsafədə Milli Park var və bu Milli Parkda həddindən artıq çox sayıda quş növləri, ağatlar, öküzlər, İspan öküzləri və s. bunların hamısını görə bilmə şansınız var. Çox məqbul bir qiymətlərədir. 50-100 evro arasında bir nəfər üçün olan turlardır, günündən və saatından asılı olaraq. Burada isə biz gəlmişik xüsusilə flamingoların, çəhrayı flamingoların olduğu bölümə, Milli Parkın bu hissəsində. Belə bir çox gözəl bir mənzərə. İnsanın ruhunu sakitləşdirə biləcək. Əgər şəhər arxitekturalarından, tarixlərindən və s. biraz daha yoruldunuzsa, kruzlərlə eləyəcəyiniz səyahətlərdə, dayandığı portlarda çox rahat bir şəkildə belə təbii qoruqlara, milli parklara da gələ bilərsiniz və kruz səyahətini və öz səyahətiniz əlbəttə ki, ciddi mənada yadda qalan edə bilərsiniz. Hal-hazırda noyabr ayıdır. Buna baxmayaraq hava kifayət qədər xoşdur. Və bax belə bir milli park və çəhrayı flamingoların olduğu məkan. Bax belə.